Milyardları oğurlamısınız. Amma yenə deyirəm, bu o dərəcəyə kimi mən xalq oğlanlarımızın hamısını cinayətkar bilmirəm. Və cinayətkar olanlar da dayanmalıdır, deməlidir ki, bəsdir. Biz hara gedirik? Azərbaycan pullarını bu oğru, satqın sülalə verə-verə gedir. Bundan elə tələb də get-gedə çoxalacaq. Bu get-gedə də lap çox verməlidir. Azərbaycan birazdan sonra dilənçi gününə qalacaq. Azərbaycan onda öz torpağını heç vaxt qaytara bilməyəcək. Xaricilər sizi o günə salacaq. Rusiya o günə salacaq ki, siz Azərbaycan pulu qalmasın. Bir qrup adamın əlində oğurlasın, onu da tutub başına qapaz vurub yarısını alacaqlar. Görməmişsiniz Kəddafinin başına nə oyun gəldi? Görmədiniz Mübarəkin başına nə oyun gəldi? Lap başqası olsun, Bəşər Əsəd olsun. Gənə deyirəm, güc xalqdadır. Əgər siz xalqınızı kim demokratik quruluş yaradır, həmin ölkədə udur həmişə. Azərbaycanın indiki vəziyyəti tələb eləyir ki, birinci Azərbaycanın əlində bu saat çoxlu pul var. Ordusu daha gücləndirib Ermənistandan öz torpağını alsın. Heç kəs sizə söz deyə bilməyəcək. Öz torpağınızı istəyirsiniz və alırsınız. Və bunu da hərbi yolla qoşun güclü, qoşun nə olur? 3 dəfə çox böyük xalqı ola, böyük ətraf türk tayfaları ilə, türk ölkələri ilə dolu ola siz uduzasınız. Heç və uduzmayasınız. Amma nədir sizin xarici şirkətlərinizə, o kriminal şirkətlərinizə, milyardlıq şirkətlərinizə ziyan gələcək deyin. Siz bu yola getmək istəmirsiniz. Azərbaycanda tikdiyiniz binaların bəziləri uçurdulacaq, müharibə olsa Rus təyyarələri ilə uçurdulacaqdır, onu istəmirsiniz. Axı bunu tikməmişdən əvvəl bilməliydiniz ki, bu baş verməlidir. Axı kişi iş görəndə gərək birinci fikirləşsin ki, birinci neynəsin? İkinci neynəsin? Üçüncü neynəsin? Axı birinci iş, bilirsən bu işlərin hamısı niyə gəldi? Çünki o vaxt gəldi ki, siz səhv eləyib satqın Heydər Əliyevi götürüb Rus satqını, erməni satqını olan gətirib qoydunuz hakimiyyətə. Və o hakimiyyət əvvəla gətirib qoydunuz deyəndə o özü təşkil eləmişdi, siz qul kimi onun sözünə baxdınız. Söhbət Naxçıvan və Ermənistan tayfalarından gedir. Yaxşı, bir dəfə səhv elədiniz, xalqımız da bildi, siz də bildiniz. Bəsdir də. Bu, indi onun oğlunu siz qumarbaz İlhamı gətirib qoymuşsunuz, o da basıb yiyir, oğurlayır, özünə binalar tikir. O debil adamlar kimi başa düşmür ki, bu binaları tikməklə o öz torpağını ermənilərə verir. Xaricdə biznes aparmaqla keçir xaricilərin əlinə, sonra da onun başına o Stalin qəlyan vuran kimi qəlyanı taqqıldadacaqlar onun başına. Deyəcəklər ki, torpağı verməlisən, yoxsa sənin əlindən bunu alacaq, onu alacaq, sənin xalqının əlinə verəcək, sənin didik eləyəcək və s. Bu, yenə deyirəm, bunu siz o vaxta kimi ləngitməyin ki, pullar xaricilərin əlinə keçsin, ermənilər güclənsin, ermənilər pul axtarırlar, silah almağa, erməni lobbisinin üzərinə xərac qoyublar və s. Rusiyanın bu saat gücü çatmayacaq, Azərbaycan Qarabağa hücum eləyib alsa. Rusiya onu bilir. Ona görə də Rusiya erməniləri də itələyir ki, gedin lobbimizdən, Amerikadan pulza da alın özünüzə. Gücü çatmayacaq Azərbaycan ordusuna. Amma vaxt keçdikcə Azərbaycan ordusu zəifləyəcək. Azərbaycan pulu, həmin o bir qrup, o sülalə, oğraş sülalə hakimiyyəti, o xəşləyəcək, ora-bura biznesə qoyacaq, milyarder olacaqlar, elə biləcəklər, elə dünya ondan ibarətdir. O boyda xalqı siz körləyib qoydunuz. Mən yenə deyirəm, eləməyin onu. Mən bax, Ermənistan, Naxçıvan tayfalarının özünü tuturam, Firidun Cəlilova tuturam, üzr istəsin xalqdan. Qələt eləsin, bir də elə söz deməsin. Özü bilə-bilə ki, o Azərbaycana ziyandan başqa xeyir yoxdur, indiki kriminal sülalə hakimiyyətini legitimləşdirir. Onu aradan qaldırmaq əvəzini götürüb siz onu legitimləşdirirsiniz. Neynəcək o satqın? Onsuz da o sıradan çıxıb onun pullarını verməlidir xaricə. Eləcə də öz biznesindən yaşatmaq üçün xaric nə desə onu eləyəcək, torpaqları da verəcək. Gözləyəcəksiniz ki, Ermənistan güclənsin, gəlib sonra o torpağı zorla alsın, sizin də gücü çatmasın. Ondan sonra deyəsin, gördün gücümüz çatmadı. Hazırda indi güclüsüz. Hər şeyin vaxtı var.
Hücumun vaxtı var. İndi hücum indi olmalıdır, alınmalıdır. Ermənilərə imkan vermək olmaz. Azərbaycan xeyli pul əldə edib. Mən təəssüf eləyirəm ki, dünyanı görən, bilən, söhbət təkcə Firudun Cəlilovdan getmir. Firudun Cəlilov kimi çox vəzifədə olan Ermənistanlılar var. Naxçıvanlılar var. Ağsaqqaldılar hamısı. Onlar başa düşürlər axı ki, belə eləməyin adı yoxdur, bu boyda sülalə hakimiyyətini saxlamağın adı yoxdur. Bunu dəyişmək lazımdır. Bir dəfəlik üst başınızı çırpın, kriminalları təmizləyin, yeni hökumət gətirin, heç sizə də toxunmasın onda. Və bu gündən belə o dəyişən hökumətlə Azərbaycan xalqını irəliyə aparacaqsınız. Çünki demokratik ölkələrin inkişafının bir xüsusiyyəti var. 2 dəfədən bir prezidenti dəyişirlər. Niyə eləyirlər? O prezident öz başınalıq eləyib, öz ailəsini hamıdan yuxarı tutub, bütün ölkəni çöküb dağıtmasın. Gələn prezidentdən qorxsun. Yuxarıda oturan adamı dəyişəndə həmin adam qorxusundan oğurluq eləmir. Öz atsanına çalışır. Bunu artıq yoxlayıblar, biliblər. Siz təzəndən Amerika açmıyorsunuz ki. Həmin o demokratik quruluşu tətbiq eləyin. İlhamı çıxardın. Onun pullarını gətirin Azərbaycana, eləcə də başqa oliqarxların. Yenə deyirəm, söhbət didib yeməkdən getmir. Söhbət gedir ki, ay bala, ay ac göz bala, sən pulların qayıtmalıdır xalqa. Get yaşa, prezident olmuşsan. Get yaşa, amma pulların qayıtmalıdır. Xalqın işi gücü var. Qoy görsün, torpaqlarımızı alaq. Buna görə siz devirməlisiniz İlhamı. İlham öz başına getməyəcək. Oturub rahat qəşəng hamıya əmr eləyir. Basıbdır, yiyir. Onu bilir ki, Rusiya pul verməlidir, xarici pul verməlidir. Lobbadı ilə basıb pullarını alırlar. Xarici idmançıları gətirəcək. Bu yaxşıdır. Hara yaxşıdır? Və birazdan sonra da Azərbaycanın pulu qutaracaq. Növət qutardı, qazda qutardı, xudahafiz. Ondan sonra ermənilər də pulu qoya-qoya gedəcək. Həmin onun pullarını yığmış xaricilər, xristiyan o səlibçiləri, o kruseyderləri, həmin pulları ermənilərə verəcəklər. Ermənilər o yeri bir dəfəli alıb oturacaqlar. İndi ona hələ ki imkan var ki, siz Azərbaycan öz torpaqlarını geri ala. Birinci. İkincisi də ki, dominant qüvvəyə çevrilsin. Ondan sonra da dəyişən prezidentlər xalqı inkişaf etdirməyə ilə məşğul olacaqlar. Özləri oğurluq eləməklə yox. Cəmaat deyir ki, təzə gələn də oğurlayacaq. Təzə gələn nətər oğurlaya bilər ki? Çıxsa gözünün qabağında İlham var. İlhama ən azı bir 10 il iş vermək lazımdır, qoy yatsın. Hələ yaxşısı odur. Başqası ondan sonra gələn cinayətkarlıq eləsi güllələmək lazımdır. Vəssalam. Bir dəfəlik onu bilin. Belə xaricilər də belə eləyiblər, irəliyə inkişaf ediblər, xalq üçün işləyiblər. Siz də eləyin. Bu saat ən yaxşı vəziyyətdir. İlhamı mütləq devirmək lazımdır. Onu idmançılara pul verib gətizdirir. Azərbaycanın xalqının pulu çatışmır burada. Özünün yerini ala bilmir, cəmaatını dolandıra bilmir. İdmançılara pul verir, xaricilərə pul verir, hamıya pul verir. Belə axmaq ölkələrdə var. Xaricilər də ona görə paddeşk eləyir. Çünki görürlər axmaqdır. Amma o vaxta kimi paddeşk eləyəcəklər ki, yəni deyirəm, onun tərəfində olacaqlar ki, o torpağı ermənilərə verəcək. Ondan sonra deyəcək, get başqası gəlsin. Bax, vəziyyət belə olacaq, onsuz onu məhv eləyəcəklər. Ondan yaxşıdır ki, elə ona da yaxşıdır, sizə də yaxşıdır. Çıxardın onu, rədd eləyin, 10 il verin, qoy damda yatsın, ondan sonra ağlı başına gələr. Azərbaycanın işi gücü var. Biz gərək o işləri görək, xalqımızı gücləndirək, xalqımızı zəifləndirə bilməz. Bizim xalqımız iqtisadi cəhətdən də zəifdir. O növtün pulları gəldiyinə baxma, Qazaxıstan GDP-si adam başına düşən pula görə Azərbaycandan 2 dəfə çoxdur. Nəyə görə heyl olur? Bu adam başına düşən pulda əhalinin sayı hesablanmır. Qazaxıstan, məsələn, Rusiyanın da GDP-si, Qazaxıstanın GDP-si ondan yüksəkdir. Təsəvvür elə ki, Rusiyanın əhalisi çoxdur. Amma o GDP per capita götürəndə Qazaxıstan onlardan da yaxşıdır.
Ruslardan da hələ biraz qabaqdadır. Azərbaycan amma 2 dəfə aşağıda. Çünki fikir verilmir, iqtisadiyyata fikir verilmir. Azərbaycanda iqtisadiyyat gücləndirilməlidir. İqtisadi alimlər, xüsusilə istedadı olanlar iqtisadiyyata aid, bir də hərbi istedadı olanlara vermək lazımdır.